Salam, hər vaxtınız xeyir, səhifəmin dəyərli izləyiciləri. Bugün mətbəximdə sizinlə dovğa reseptini bölüşəcəm. Bunun üçün 3 litr qatığa lazım olan ərzaqlar, 1 dəstə kişniş, 1 dəstə şüd, 1 dəstə nanə, 1 dəstə spanaq. Bunları yaxşı-yaxşı xırda-xırda doğrayıb, yuyuruq. Sonra 3 litr qatığı yaxşı-yaxşı qarışdırırıq və 2 ədəd yumurta qırırıq. Kənarda düyünü qoyuruq bişməyə, ayrıca bişsin. Sonra da dövranı qoyub qarışdırırıq. Qarışdırırıq, dövra tam qaynar halına gələndə göyləri tökürük içinə və qarışdırırıq. Davamlı qarışdırırıq ki, çürüməsin deyə. Sonra göyünü əlavə edirik, göyləri əlavə edirik. Sonra kənarda bişirdiyimiz düyünü əlavə edib qarışdırırıq. Göyün rəngi bir qədər dəyişdikdən sonra duzunu əlavə edirik, bir qədər qarışdırıb və düyüğa hazırdır. Çox ləzzətli alınır. Mən bu üsulla edirəm, siz necə edirsiniz? Mütləq şərhlərdə yazın.